Heydər Əliyev sarayının səhnəsi bu dəfə təkcə musiqinin deyil, milli ruhun, zəngin mədəni irsin və sənətə olan sonsuz ehtiramın ünvanına çevrildi. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunan möhtəşəm konsert proqramı tamaşaçılara unudulmaz musiqi axşamı yaşatdı. Konsert Üzeyir Hacıbəylinin möhtəşəm Araz Barı əsəri ilə başlayaraq dinləyiciləri musiqinin sehirli dünyasına apardı. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən gecədə Müslüm Maqaməyev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Bakı Dövlət Kamera Orkestri çıxış edərək Azərbaycan Bəstəkarlıq Məktəbinin ən dəyərli incilərini səsləndirdi. Niyazinin Arzu romansı. Qara Qarayevin 7 gözəl və ildırımlı yollarla baletlərindən parçalar, Cahangir Cahangirovun Alagöz, Vasif Adgözəlovun Qərənfil əsərləri və digər unudulmaz musiqilər gecəyə xüsusi rəng qatdı. Azərbaycanın gözəl güşəsi Naxçıvanda olmağımızdan çox məmnunuq. Mənim açığını desəm, bu birinci səfərimdir Naxçıvana. Çoxdan gözlədiyim səfərimdir və nə yaxşı ki, bu gözəl təşəbbüs, bu gözəl konsert hansını ki, biz Ulu Öndər Heydər Əliyevə həsr edirik, baş tutur. Bir daha vurğulayıram, Azərbaycanın gözəl güşəsi Naxçıvanda baş tutur. Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə təqdim olunan proqramda klassik musiqimizin zərifliyi, milli melodiyalarımızın icazkarlığı və sənətin əbədi gücü bir daha öz təsdiqini tapdı. Naxçıvanda olmaqdan çox şadıq. Axırıncı dəfə təxminən 7-8 il bundan öncə elə bu zalda gözəl bir konsert proqramı ilə çıxış eləmişdik və indi isə yenə Bakıdan gözəl musiqili proqramla gəlmişik sizin yanınıza. Hər ifa milli musiqimizin zənginliyini, sənətkarlığımızın peşəkarlığını və Azərbaycan mədəniyyətinin ucalığını nümayiş etdirdi. Bugün biz musiqiçilər üçün, Naxçıvandan gələn musiqiçilər üçün çox böyük bir fəxr edən bir günümüzdür. Ona görə ki, belə önəmli tarix üçün Ulu Öndər, görkəmli siyasətçi Heydər Əliyevin həsr olunmuş gündə ifa etmək və özdə onun vətənində bizim üçün çox böyük sevincdir, çox böyük qürur hissi keçiririk. Və hamımız bilirik ki, bu artıq Azərbaycan mədəniyyətinin tarixidir. Hamımız bilirik ki, Ulu Öndər Azərbaycan musiqisinə, Azərbaycan mədəniyyətinə necə böyük diqqətlə, necə böyük qayğı ilə yanaşmışdı. Hamımız bilirik ki, onun klassik musiqiyə necə çox həssas bir münasibəti var idi və hər həftə özü də gəlirdi filarmoniya, Azərbaycan Dövlət Filarmoniyasına Azərbaycan bəstəkarlarının əsərlərini dinləməyə, xarici bəstəkarların əsərlərini dinləməyə və çoxsaylı insanlar onun nümunəsi kimi onunla birlikdə klassik musiqiyə çox böyük pərəstiş edirdilər. Naxçıvana gəlmişik, çox şadıq və bu konsert bizim üçün həyatımızda, yaradıcılığımızda ən önəmli konsertlərdən biridir. Gecə boyu səslənən əsərlər təkcə musiqi deyil, həm də tariximizin, milli mənəvi dəyərlərimizin və klassik irsimizin sədası idi.